Mən Günel müəllimə. Bugün yenə də belə bir blok sualı ilə qarşınızdayım. Gəlin baxaq sualımıza. Deməli, sualda deyir ki, katetləri 6 və 8 olan düzbucaqlı üçbucağın kiçik katet ətrafında fırlanmasından alınan fiqurun yan səthinin sahəsini tapın. Baxın, kiçik katet ətrafında fırlanmasından alınan fiqur deyirsə, burada nə nəzərdə tutulmuş? Deməli, konus. Baxın, təsəvvür edin ki, kiçik katet budur. Bu katet ətrafında fırlanır və onda bunun radiusu da nə qədərmiş olar? 8 sm. Deməli, kiçik katet ətrafında fırlanmasını alan fiqurun yan səthi. Məlum məsələdir ki, burada düzbucaqlı üçbucaqdır. Biz buranı 10 tapacaq və tapdığımız 10 nədir? Tapdığımız 10 bu konusun deməli doğranıdır. Doğranı nə qədərdir? 10 sm. Radiusu nə qədərdir? 8 sm. Və indi siz nə axtarırsınız bu konusda? Yan səthinin sahəsini. Gəlin yadımıza salaq konusun yan səthinin sahəsini. S yan səth bərabərdir pi r l. Pi r l, pi vurulsun. R-imiz 8, bu da 10. Cavabımız elədir 80 pi. Sualımızın doğru cavabı Y variantı. Sağ olun.